İzləməkdən zövq aldığım bir döyüş haqqında danışacağam. Türkiyədə keçirilən Xanfight peşəkar MMA turnirində Azərbaycanlı gənc döyüşçümüz Vilayət Zeynalov Braziliyalı rəqibi 35 yaşlı Gilmar Moreira ilə qarşılaşıb. 3 raund keçən gərgin döyüşün nəticəsində həmyerlimiz Vilayət Zeynalov döyüşün qalib tərəfi olub. Bu döyüş niyə gecənin ən yaxşı döyüşü seçildi, biraz bu haqda danışacağam. Döyüşün birinci raundunda Vilayət rəqibi üzərində möhtəşəm üstünlük qurub. Həm ayaq üstə baxımlı və tutarlı zərbələr atır, həm də arenanı coşduran takedown yoxlamaları edir. İkinci raundda Vilayət üçün hər şeyin bitdiyini düşünsək də, Vilayət hər kəsi yanıltmağı bacardı. İkinci raundun son dəqiqəsi idi. Vilayət ayağından ağır zədə almışdı. Rəqibin arxasına keçib onu kontrol etməyə çalışarkən bir anda alta düşür. Braziliyalı bundan yaxşı istifadə edərək Vilayəti bitirmək üçün hər şey eləyib. Raundun bitməsinə 30 saniyə qalmış Vilayət boğucu fəndə düşür. Ancaq heç bir halda təslim olmur. Tam hər şey bitdi deyə düşünərkən Vilayət 3-cü raundda hər kəsi təəccübləndirdi. Çox ağıllı və çevik davranaraq həm raundun, həm də döyüşün qalibi oldu. Həm Vilayəti, həm də komandasını bu xarakteristik və baxımlı performansa görə təbrik edirik və uğurlarına davamlı olmasını diləyirik.